Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Avropa sahilində, Avropa qitəsinin sahilində yerləşən dənizlər haqqında danışacağıq və eyni zamanda bundan əlavə bu dənizləri kəsən paralel və meridian xəttləri haqqında danışacağıq. Bir də bu dənizlərin sahilində yerləşən ölkələrlə tanış olacağıq. İndi əvvəlcə biz başlayaq. Ya Allah deyib başlayaq. Deməli, 1 nömrəsi ilə nömrələnmiş dəniz Azov dənizidir. Sonra 2 Qara dənizdir. Qara dəniz. Sonra 3 Mərmərə dənizi. 4 Egey dənizi. 5 Aralıq dənizidir. Aralıq. 6 Tirren dənizidir. 7 İoni dənizidir. 8 Adriatik dənizidir. 9 Liguriya dənizidir. 10 Alboran dənizidir. 11 İrlandiya dənizidir. 12 Şimal dənizidir. 13 Baltik dənizidir. 14 Norveç dənizidir. Deməli, əziz yoldaşlar, 15 isə Ağ dənizdir. Ağ dəniz. 16 isə yuxarıda gördüyünüz Barents dənizidir. Ümumiyyətlə, dənizlər mövqeyinə görə 3 qrupa ayrılır. Daxili dənizlər, kənar dənizlər və adalararası dənizlər. Deməli, materikin və yaxud da qitənin daxili hissələrində yerləşmiş və boğazlar vasitəsilə okeanla birləşən dənizlərə daxili dənizlər deyilir. Məsələn, nümunə olaraq Azov, Qara, Mərmərə, Egey, Aralıq və Aralığın tərkibində olan qırmızı nömrələrlə nömrələnmiş Tirren, İoni, Adriatik, Liguriya, Alboran bu dənizlər daxili dənizlərdir. Eyni ilə Baltik dənizi daxili dənizdir və Ağ dəniz də daxili dənizlər siyahısına daxildir. Kənar dənizlər Avropa sahillərində. Ümumiyyətlə, kənar dəniz nəyə deyilir? Kənar dənizin bir tərəfi qitəyə birləşir, bir tərəfi isə okeanla sualtı qalxmalar və yaxud da adalar vasitəsilə ayrılır. Məsələn, Norveç və Barents dənizləri kənar dənizdir. Adalararası dənizi isə adaların arasında yerləşir. Məsələn, İrlandiya dənizi Böyük Britaniya adası ilə İrlandiya adasının arasında yerləşir. Bu cür çoxlu nümunələr çəkmək olar. İndi siz burada paralel və meridian xəttlərinə diqqət etsəz, görərsiniz ki, aşağıda 40 dərəcəlik paralel xətti çəkilmişdir. Bu 40 dərəcəyə paralel xətti ilə kəsişən dənizlər hansılardır? Əlbəttə, Aralıq dənizini qeyd etmək olar. Tirren, İoni və Egey dənizləri 40 dərəcəlik paralellə kəsişir. Qrinviç meridian xətti ilə, Qrinviç meridianı ilə kəsişən dənizlər şimaldan cənuba gəlsə, Norveç, Şimal dənizi, bir də Aralıq dənizini qeyd etmək olar ki, deməli, Qrinviç meridianı ilə kəsişir. Şimal qütb dairəsi ilə kəsişən dənizlərdən Norveç və Ağ dənizi qeyd etmək olar ki, bunlar deməli, Şimal qütb dairəsi ilə kəsişən dənizlərdir. İndi isə gəlin biz bu dənizlərin ətrafında yerləşən ölkələrlə tanış olaq. Deməli, gördüyünüz xəritə sizin gördüyünüz bu xəritədə müxtəlif dövlətlərin ərazi bölgüsü təqdim olunmuşdur. İndi biz dənizləri təqdim edək və ona uyğun olaraq da
Saat əqrəbi istiqamətində dənizlərin sahilində yerləşən ölkələrlə tanış olaq. Deməli, bir demişdi Azov dənizidir. Azov dənizinin sahilində hansı ölkələr var? Baxaq. Deməli, Ukrayna, bir də Rusiya. İkinci dənizimiz Qara dənizi idi. Qara dənizin sahilində Rusiyadan başlayıb bu şəkildə biz saat əqrəbi istiqamətində getsək, onda görərik ki, Rusiyadan sonra Gürcüstan, sonra Türkiyə, sonra gəldik Bolqarıstan, sonra Rumıniya və Ukraynanın özü. Gördüyünüz kimi 6 dənə dəniz Qara dənizin sahillərini, 6 dənə ölkə Qara dənizin sahillərində yerləşir. Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Ukrayna. Ukrayna və Rusiya həm Azov dənizinin, həm də Qara dənizin dənizə çıxışı var. Növbəti dəniz Mərmərə dənizidir. O Türkiyənin daxili dənizidir və təkcə Türkiyənin ərazisində yerləşir. Egey dənizinin sahilində 2 dövlət var. 4 rəqəmi ilə nömrələnmiş Egey dənizi. Bir tərəf şərqində Türkiyədir, qərbində isə Yunanistandır. Burada isə Yunanistan yerləşir. Aralıq dənizinin sahilində çoxlu dövlətlər var. Türkiyədən başlayıb yenə biz saat əqrəbi istiqamətində getsək, burada Asiya qitəsində Suriyanı görərik. Suriya. Sonra kiçik dövlətlər var burada. Liviya və İsrail. Sonra Afrikanın şimal dövlətləri Misir, mən burada diqqətsizlik oldu, üzr istəyirəm. Liviya yox, Livan. Liviya buradadır. Liviya, deməli gəldik. Tunis, Əlcəzair, Mərakeş, İspaniya, Fransa, İtaliya, bir də burada ada dövlət var, Malta, kiçik dövlət. Bir də burada Monakonu qeyd edə bilərik. Bu dövlətlər Aralıq dənizinin sahilində yerləşirlər. 6 rəqəmi ilə nömrələnmiş dənizimiz hansı idi? Adriatik dənizi. Adriatik dənizinin şərqində və şimalında İtaliya, qərbində və şimalında İtaliya, şərqində isə Xorvatiya, Bosniya, yəni Bosniya-Herseqovina, daha sonra burada Montenegronu qeyd edərik. Bir də Albaniyanı qeyd etmək olar ki, bu dövlətlər Adriatik dənizinin sahilində yerləşirlər. İrlandiya dənizi 7 nömrə ilə işarə olunub. İrlandiya dənizinin sahilində 2 dövlət var. Adalararası dənizi. Böyük Britaniya, bir də İrlandiya Respublikası. Sonra növbəti dənizimiz Şimal dənizidir. Şimal dənizinin ətrafında 6 dövlət var. Biri elə Böyük Britaniya. İndi saat əqrəbi istiqamətində belə getsək, Böyük Britaniyadan sonra Norveç, Danimarka, Almaniya, Niderland və Belçika ərazisini qeyd edərik ki, Şimal dənizinin sahilində yerləşir. Gəldik 9-cu Baltik dənizidir. Elə 9 dənə də dövlət var sahilində. Hansılardır? İsveç, Finlandiya, Rusiya, Estoniya, Latviya, Litva. Burada Rusiyanın təkrar ərazisi gəlir. Bu ərazinin adı Kaliningrad əyalətidir. Yəni bu Rusiyanın ərazisidir.
Ona görə biz ayrı bir ölkə kimi qeyd etmirik bunu. Bir də Polşa. 9 dənə dövlət var. Hansılardır? İsveç, Finlandiya, Rusiya, Estoniya, Latviya, Litva, Polşa, Almaniya, bir də Danimarka. Bunlar yerləşir Baltik dənizinin sahilində. Ağ dənizin sahili gördüyünüz kimi Rusiyanın daxili dənizdir. Yalnız Rusiya yerləşir. Gəldik Barents dənizi. Barents dənizinin sahilində burada Norveçin və Rusiyanın sahilləri yerləşir. Norveç dənizinin sahilində bir tərəfində sahil xətti Norveçə məxsusdur, bir tərəfi isə İslandiya yerləşir. Burada isə Qreylandiya dənizini görürsünüz. Qreylandiya dənizi burada adalararası dənizdir. Spitsbergen arxipelağı Norveçə aiddir. Norveçə. Bu da Qreylandiya adasıdır. Qreylandiya isə Danimarkanın mülküdür. Danimarkanın mülküdür. Amerika Birləşmiş Ştatları həmin əraziyə iddialıdır. Çünki təbii sərvətlərlə zəngindir. Həm də hesab edir ki, vaxtı ilə biz güzəştə getmişik, ora Amerikanın olmalıdır. Amma hal-hazırda Qreylandiyanın deməli mülkiyyəti Danimarkanın əlindədir. Belə əziz yoldaşlar, siz bugünkü dərsimizdə Avropa sahillərində yerləşən dənizləri, həmin dənizlərdən keçən əsas diqqət edəcəyimiz deməli paralel və meridianları, bununla yanaşı həmin dənizlərin, yəni Avropa qitəsində sahilində yerləşən dənizlərin ətrafındakı ölkələrlə tanış oldunuz. Diqqətinizə görə sağ olun.